Salam dostlar. Dərslərimiz davam edir. Bugünkü dərsimiz klasslardır. Klass nədir və necə istifadə olunur? Klasslar bildiyiniz kimi bizim Kotlin dili obyekt yönlü bir proqramlaşdırma dilidir. Klasslar da obyekt yönlü proqramlaşdırmanın əsas hissəsidir. Yəni bütün belə deyək, bizə lazım olan dəyərləri, dəyişənləri hamısını bir yerdə toparlayıb bir yerdə tutmaq üçün əsas istifadə olunan bir kod blokudur. Biz tutalım ki, bir maşın haqqında bir proqram yazırıq və içərisində yüzlərlə çeşidli maşınlar var. Və hər bir maşını, məsələn, biz hər birinə ayrıca olaraq, məsələn, tutalım ki, My Mercedes edək, tutalım ki, Mercedes marka, məsələn, tutalım ki, burada yazılıb Mercedes. Burada var, məsələn, Year Mercedes. Burada, məsələn, 2018 və s. Burada tutalım ki, mən indi Mercedes yaratdım. Bir BMW yaratmalıyam, tutalım ki, Toyota və yaxud da Honda, digər markalar. Klasslar isə artıq bizə bu işlərdən uzaq olmağı göstərir. Yəni bundan istifadə etməməyi məsləhət görür. Yəni biz bunlardan istifadə edəndə ola bilsin ki, məsələn, mən burada Mercedesin içərisində rəngini, nə bilim, texniki pasport şəklini, o birisi digər məlumatları verir və hər hansı bir məlumat ola bilsin mənim yadımdan çıxıb. Burada da yüzlərlə də məsələn tutalım ki, forma. Həm işləmə baxımından çətindir, həm də bizə burada istənilən vaxtı, məsələn, burada itkilər ola bilər. Hər hansı bir tutalım ki, dəyişəni yaddan çıxarda bilərəm, hər hansı bir formulu yaddan çıxarda bilərəm, yazmaya bilərəm. Bu yəni hər bir insan bir yanlış edə bilər. Bunu da qarşısını almaq üçün artıq biz klasslardan istifadə edirik. Klasslar nədir və necə yaradılır? Klasslar ilk yaradılanda həmişə klassların ilk hərfləri böyük hərflər olur. Məsələn, tutalım ki, biz hər hansı bir maşın və yaxud da digər insanlar haqqında, kitablar haqqında bir klass yaradanda, baxın, ilk hərfləri həmişə ilk hərfləri böyük hərflərlə qeyd olunur. Klassların içərisində istənilən dəyişənlər, istənilən qədər dəyişən yarada bilərik. Klassın içərisində həmçinin də funksiyalar yarada bilərik. Məsələn, tutalım ki, mən hər hansı bir klassın içərisində hər hansı bir əməliyyat görmək istəyirəmsə, məsələn, onları funksiyalar nə idi? Bizim təkrarlanan kodların qarşısını almaq üçün lazım olan bir kod blokuydu. Mən bunları klassın içərisində də edə bilərəm. Bunu ilk yaratmaq üçün, baxın, belə Android Studio'da sol tərəfdə bizim burada Kotlin Java var. Kotlin Java'da burada birinci papkada bizim nədir? Main activity'miz. Main activity artıq burada mən həmin klası yarada bilərəm. Həmçinin də klassları mən burada da yarada bilərəm. Sadəcə orada yaratmaq səbəbim ondan ibarətdir ki, istənilən vaxtı həm burada mənim qarşılıqlı olmasın, ekranımda çox məsələn həcmi böyük olmasın, lazım olanda istənilən vaxtı baxa bilirim, istənilən vaxtı məsələn oradan hər hansı bir əməliyyat icra edə bilirim. Ona görə də həmişə klasslar yaradanda ayrıcı olaraq yaradılır və ayrıcı olaraq da onların artıq çağırılıb onun obyekti yaradılır və içərisindəki dəyişənlərdən, funksiyalardan istifadə etmək olur. Məsələn, bax indi məsələn mən burada gəlirəm. Bax burada com example my first tab var. Bunun üzərinə gəlib seçib, yəni üzərinə gəlib bir dəfə seçirik, yəni burada bir dəfə seçməklə Mişkanın sağ düyməsindən tıklayıb New. Burada Kotlin class file yazırıq. Kotlin class file seçəndən sonra artıq burada bizə müxtəlif obyekt yönlü belə deyək də kod tipləri var ki, biz məsələn bunlardan istifadə interface'dir, file'dır, objectdir, enum klasslardır, data klasslardır. Biz bunlardan gələcək dərslərimizdə istifadə edəcəyik. Bugünkü dərsimizdə isə klasslar olacaq. Mən burada məsələn tutalım ki, maşın haqqında klass yaratmaq istəyirəm. Burada car qeyd edirəm. Baxın, birinci hərfi böyük və artıq sonramcı isə sadə qaydada yazıram. Və yazdıqdan sonra enter düyməsini tıklayanda artıq bizə car adında bir klass yaranır. Biz həmçinin bu klassları əllə də yarada bilərik. Tutalım ki, mən burada klass ki sözündən istifadə eləsəm, klass. Və burada məsələn tutalım ki, marka yazıb və burada bəzəkli mörtəzə. Bunun da içərisində istənilən qədər iş görə bilərəm. Bunun da içərisində istənilən qədər məsələn var, tutalım ki, brand, tutalım ki, yazılıb Mercedes və yaxud da bunun içərisində mən əlavə funksiyalar da yarada bilərəm. Fan, məsələn, drive, tutalım ki, burada qeyd edirəm və içərisində istənilən əməliyyatı icra edə bilərəm. Yəni, klassların içərisində istənilən qədər mən dəyişən, istənilən qədər funksiya yaza bilərəm. Bu bizim üçün heç bir problem yaratmır. İndi isə dərsimizə geri dönək və məsələn biz indi nə etmək istəyirik? Artıq məsələn tutalım ki, bizə nə idi? Bizim əsas tutalım biz burada nəyi artdıq? Brand edək. Burada biz istəyirik ki, verdiyimiz dəyişənləri özümüz sonradan tanıdaq. Burada nə etmək lazımdır? Baxın, buranı mən silirəm. Məsələn, burada yazıram var, yazıram marka,
2 nöqtə edək və burada string tipində olmağını istəyirik və burada boş bir string tanıdıram. Və ikinci olaraq var, məsələn, tutalım ki, year. Yenə bunu, məsələn, int tipində tanıtmaq istəyirəm. Bunu artıq 0 qeyd edirəm və içərisində də tutalım ki, bir dənə tutalım ki, funksiya yazaq ki, daha maraqlı olsun. Və burada da print line edirəm. Burada da qeyd edirəm, dollar işarəsi yazaq. Marka işə salındı. Və həmin bu yaratdığım klası istifadə eləməyim üçün artıq main activity-yə geri dönürəm və burada həmin klasın obyektini yaradıram. Bunun üçün nə etmək lazımdır? Adi dəyişənlər yazdığımız kimi eyni prinsip daşıyır. Yəni burada qəliz, çətin heç bir şey yoxdur. Var. Məsələn, my car yazım. Tutalım ki, car klasını çağırır. Baxın, car klasını çağıranda artıq mənim car klasım main activity-nin içərisində obyekti yarandı. Və mən burada my car edib nöqtə işarəsini istifadə eləsəm, bütün car klasının içərisindəki dəyişənlərdən istifadə edə bilərəm. Həmçinin funksiyalardan istifadə edə bilərəm. Məsələn, markadan istifadə edirəm və burada yazıram ki, tutalım ki, Mercedes. Artıq, məsələn, my car, tutalım ki, qeyd edirəm burada, ilini yazıram, tutalım ki, 2018. Məsələn, tutalım ki, burada qeyd edirəm, belə bir şey. Bunları çapa verək, tutalım ki, print line edək, məsələn, my car, nöqtə, marka olsun. Və içərisində ikinci olaraq da məsələn my car nöqtə tutalım ki olsun ili. Və burada da bir dənə də qeyd eləyək. Məsələn tutalım ki my car nöqtə məsələn içərisində funksiyanı işə sal. Baxın dostlar, mən bunu artıq run eləyəndə bizə ekranda nə göstərəcəkdir? Locate-ə gəlirik. Baxın, Mercedes 2018 və Mercedes işə salındı. Baxın, bizim artıq bircə burada yazdığımız, əllə yazdığımız işlər artıq burada qeyd olunmur. Görürsünüz? Məsələn, mən indi tutalım ki, artıq BMW klasını yaratmaq istəyirəm, BMW-nin obyektini yaratmaq istəyirəm. Yəni, istədiyim başqa bir marka yaratmaq istəyirəm. Həmçinin burada var, məsələn, my car edək, tutalım ki, bir burada olsun, yenə car klasını, obyektini yaradaq və my car bir yazıb, bir qeyd eləyib, artıq məsələn marka qeyd edib içərisində BMW. Tutalım ki, burada yazıram my car 1 seçirəm yenə. Tutalım içərisində yazıram yeri. Tutalım ki 2021 və bunları da həmçinin yenə çapa verək. My car 1 nöqtə marka və print line-də yenə də my car 1 nöqtə məsələn yer. Artıq məsələn tutalım ki my car 1-i tutalım ki digərini funksiyasında məsələn çapa verək, run edək. Baxın. Eyni prinsip. Gördüyünüz kimi məsələn mən Mercedes-i yaratdım. Sonra isə BMW-ni və burada məsələn buradakını silək, yenidən o qarşılıq olmasın. Yenidən bir dənə run edək. Baxın, Mercedes, BMW, yəni ayrı-ayrılığında səliqəli şəkildə, səliqəli formda artıq bizim bu əməliyyatlar işə salındı. Bizim klasslarda mütəmadi olaraq onsuz da indiyə kimi istifadə edirdik. Məsələn, biz burada göründüyü kimi, baxın, class main activity. Main activity özü app compact activity belə deyək, klassından miras alır. Yəni, buradakı klassın özündən miras alır və onun içərisindəki kod bloklarını icra eləməyə tələb edir. Yəni, bunun içərisində nə kod blok var, biz onu icra eləyə bilərik. Məsələn, tutalım ki, mən burada belə bir şey yazım ki, string. Baxın, string yazanda mənə baxın, burada solda görürsünüz, klassın baş hərfi yazılıbdır. Baxın, burada klassın baş hərfi qeyd olunubdur. Mən məsələn tutalım ki, bunu seçəndə artıq məsələn burada nöqtə yazanda baxın bu klass bunun içərisindəki klassın içərisindəki hansı metodlardan istifadə edə bilərəm, hamısı bircə qeyd olunur. Yəni bu özü də bir klassdır. Biz string yaradaraq onun obyektini yaratmış oluruq. Yəni bildiyiniz bu kod blokları, bu kodlaşdırma hamısı bir klasslardan, obyektlərdən ibarətdir. Bu bizim Kotlin dilimiz obyekt yönlü bir proqram dilidir. Mütəmadi olaraq içərisində müxtəlif biz obyektlər yaradaraq və həmin obyektlərin, baxın bu nöqtə işarəsindən istifadə edərək həmin obyektin daxilindəki kodları
istifadə edə bilərik. Məsələn, biz içərisində hər hansı bir əməliyyatlar, böyütmə, kiçiltmə, hərflərini məsələn planç qeyd etmə və yaxud da rəngini dəyişmə və yaxud da hər hansı bir üzərində funksiya görmə, istənilən bir işi icra edə bilərik. Məsələn, mən burada string sözünün üzərinə gəlim. Baxın, burada mən Ctrl, Windows'larda Ctrl belə mişqanın sol düyməsidir. Belə deyək, Mac'larda isə Command mişqanın sol düyməsi. Tıklayaraq, baxın, artıq mənim string klasına, baxın, məni string klasına yönəltmişdir. Yəni bu string klasının içərisində, baxın, görün, yüzlərlə kodlar var ki, biz bunun içərisində bunlardan istifadə edərək, bunlardan miras alaraq istifadə edə bilərik. Müxtəlif bütün o belə deyək tiplərin, hər bir yaratdığımız o belə Kotlin tərəfindən istifadə etdiyimiz bütün kodların hamısının özünün bir klası var. Yəni onların biz obyektini yaradaraq onlardan istifadə edirik. Yəni bunu bir dəfəlik olaraq yadınızda saxlayın. Çünki gələcəkdə mütəmadi olaraq tələbələrdə problem olur ki, müəllim, mən burada necə oldu ki, biz buradan bunu çağırdıq, buradan miras aldıq və bunu istifadə edirik. Çünki obyektləri belə deyək, müxtəlif növ obyektlər var ki, məsələn, orada biz gələn dərsimizdə bütün obyekt yönlü proqramlaşdırma olan şeydir. Mən onu sizə başa salacağım ayrılıqda. O mövzulara daxil olub artıq işimizi uzatmaq istəmirəm. Lakin burada belə bir sual mənə gəlir ki, müəllim, necə oldu ki, burada eyni demək olar ki, eyni prinsip yaratdıq da. Yəni biz burada da əlimizlə yazmasaq, ola bilsin bizim artıq yenə yadımızdan çıxa bilər. Bəli, ola bilsin ki, bu cür qayda da yenə də doğru deyil. Bunun üçün də artıq Kotlin dili yeni bir kod yaratmışdı ki, buna da keçid edirik ki, orada məsələn konstruktorlardan istifadə edirik. Onların köməkliyi ilə artıq bizə bu tələb edəcək ki, artıq bizim oradakı dəyişənlərimizi bizə əlimizlə qeyd etmək tələbini verəcək. Bunu da gələn dərsimizdə gedəcəyik. Bugünkü dərsimiz bu qədər. Gələn dərs görüşənədək. Sağ olun.